Yəni, ümumi şəkildə yerin öz ətrafında hərəkət bizə yaradır sutkan. Düzdür? Sutka varsa saat qurşaqları yaradacaq. Sonra Coriolis qüvvəsi, cəzb etməni də yaradır bu proses. İkinci bir yerdə, yəni daha çox ayın cəzb etməsini yaradır. Digər bir prosesdə biliz küləklərini yaradır. Sutka ərzində dəyişir. Biliz küləklərinə daha aydın girəcəm atmosfer bölməsində. Daha net şəkildə dərinliyindən mənfi baxacaq. Ümumən, yəni bizdə nə deməkdir? Yerin öz ətrafında fırlanması sutka yaradırsa, yəni yer öz ətrafında 360 dərəcəni tamamlayır. 24 saatda. 24 saatda 360 dərəcəni tamamlayır və buradan çıxır 1 saata 15 dərəcə tamamlayır. O 4 dəqiqə hardan çıxır? Bu 1 saatı 60 dəqiqə ilə əvəz edirsiniz. 60 dəqiqə 15 dərəcədirsə, 1 dərəcə 4 dəqiqə. Bu buradan çıxır hamısı, gelişər. Saat qurşağı da yəni yerin öz ətrafında nə qədər vaxtda tamamlaması və o tamamladıqdan sonra, yəni neçə saata tamamlaması və hər saata neçə dərəcə düşməsi ilə saat qurşaqlarının formalaşması başlayır. Bax, birinci saata ilk 15, ikinci saata 30, üçüncü saata 45, dördüncü saata 60, beşinci saata 75. Bax, bu şəkildə saat qurşağı bir saata düşən yerin öz ətrafında fırlandığı dərəcə ilə müəyyənləşir. Ola bilərdi ki, yer kürəsi öz ətrafında 18 saat fırlansın. Bu əslində mümkündür. Gəlin. Bu əslində mümkündür. Zaman bu kimi prosesin olması təbii ki, mümkündür. Necə bir mümkünlük yarada bilər? Mən bir məntiqə baxmışdım, atmosferin yer ətrafından uzaqlaşması. Bəli. Yerin tərkibində qazların hər hansısa bir prosesdən artması nəticəsində yerin də sürəti arta bilər. Bəli. O yerin sürətinin artması ilə əlaqədar yer öz ətrafında tamamlamanı 18 saata başa vurar. Baxın, 18 saata 360 dərəcədirsə, 1 saata 20 dərəcə ola bilər. Onda yerdə 18 dənə saat qurşağı yaranacaq. Başa düşmədim. Başa düşmədim. Bax, bunu gəl 360 dərəcəni 360 kilometrlik dairə ilə ifadə edək. Düzdür? Bax, 360 dərəcəni bax, 360 kilometrdən ifadə edir. Elə bir ki, o çevrə 360 dərəcə yox, 360 kilometrdir. Yaxşı, yox. İndi bu yolu bir var ki, sən 1 saatda 15 kilometrdən gedirsən. 15 kilometrdən. Bir də var ki, bu yolu 1 saatda sürətin 20 kilometrdir. Çevrədir. İndi fikir verin. 15 kilometrdən gedəndə, bax 1 saata 15 kilometr yol gedəndə, sürətlə hərəkət edəndə 360 kilometri neçə saata tamamlayırsan? 2 saata. Düzdür? Bunda çarpar duranda 15 x bərabərdir 360, x də bərabərdir 24 olacaq. Düzdür? Neçə saata tamamladın? 24 saata. Düzdür? İndi bu birisinə baxsaq, 1 saata 20 kilometr getirsənsə, 360 kilometri tamamlamaq üçün 2 saat lazımdır. 20 kız 360-ca, x da 18. Bu sürətdə neçə kilometr lazımdır? 18 saat lazımdır. Bu saatda geçən sürətlə, saatda 20 kilometr. 18 saat lazımdır yolu tamamlamaq üçün. Nə baş verir? Bax, sənin sürətin 2 idi. Düzdür? Buna nəzərlə. Sürətin 2 idi, müddət çox getdi. Sürətin artdı, müddətin azaldı. Demək, yerin öz ətrafında sürətin artması müddətin azalmasına şərait yaradır. Müddətin azalması da yerdəki saat qurşaqlarının azalmasına şərait yaradır. Başa düşdün? Dəqiq olsun. Başa düşməni istədin. Hə?
Gel. Tez. Tez. Bir tane Nigar, bir de kimse bende. Akça. Size de değil. Yok, hoş geldin. Akça demiş kim ben online uçaklı. Online'lar belirli. Online yatıp kaldım. Akşam plan var. Tez durmayayım, yattım akşam koşulara. Böyle bir şey yaranmış. Şimdi, müəllimlər, yəni ümumi şəkildə sutka hər zaman yerin öz ətrafındakı sürətindən asılıdır. Yəni sutkanın olması 12 saat da ola bilər, 15 saat da ola bilər. Bəzi planetlər sutka 7-8 saatdır. Xarici planetlərdir. Tez tamamlayır öz ətrafında hərəkəti. Bəzi planetlərdə, məsəl üçün Merkuri kimi planetdə bizim gündən bir gün neçə saata tamamlayır. Yəni belə 243 gün. Bəli. Məsəl üçün gec tamamlayır da belə. O nədən asılıdır? Öz o ətrafında sürət yavaşlayanda zaman çoxalır. Yəni sənin bir sutkan üçün həddindən artıq vaxt lazımdır ki, o bir sutkanın yəni bir sutkanın nə demək olduğunu başa düşmək lazımdır. Yəni sutka net 24 saat demək deyil. Sutka sözünün anlayışı yerin öz ətrafında fırlanması deməkdir. Bəli. Yəni sutka hər dəfə 24 saat, bizdə 24 saatdır, bizim planetə görə. Amma başqa planetə çıxdan o öz ətrafında hərəkətini 5 günə tamamlayır. Demək onlarda sutka 120 saatdır. Bəli. Yəni o ondan dəyişir. Sutka anlayışını buradan gətirmək lazım. Məsəl üçün, bayaq o gün dediyək ki, sən burada 1 il yaşayırsan, 30 il yaşayırsan, 30 ildən sonra Neptunda 1 il keçir. Düzdür? Bəli. O günəş ətrafında hərəkətə görə 1 il edir. Bu da indi sutkadır. Öz ətrafında hərəkət edir. O 3 saata tamamlayırsa, bir sutka 3 saatdir. 5 saata tamamlayırsa 5 saatdir. Sən də baxırsan ki, tutaq ki, sənə deyir ki, yerin öz ətrafında hərəkətini tamamlaması 12 saata baş verir. Dəyişir. Məsələn, belə misallar gəlir. Qayıdır ki, 1 saat uçağının neçə dərəcə düşdüyünü tap. Sən deyirsən ki, 12 saata 360'ı tamamlayırsan, 1 saata x. Oradan da düşəcək 30. Yəni bu demək ki, 1 saata öz ətrafında 30 dərəcə tamamlayacaq və onlar 1-ci saat uçağı ediləcək. Buyurun. Hansı maçıyla istifadə edirsiniz? Onu. Onu istifadə eləmədiniz. Eləmədiniz. Elə məcburi burada açılır. Eləmədiniz. Bu təxminə xanımın dərsidir. Hansı istifadə edirsiniz? Biri verir. Deyəm baxın görək, tezə hansını biz. Yox, bu işdir. İşdən bir deyəndə yazmır. Demək, indi bu öz yerində. Bax, yəni sutka buradan meydana gəlir. 1 saat uşağında 15 dərəcə düşmək ifadəsi buradan çıxır. Yəni siz avtomatik, indi bir mütənasiblik yaradacaq. Bax, yerin sürəti, yerin öz ətrafındakı sürəti saat uşaqları. Yəni mən danışdırırsınız, mən dərs keçdim, mən yarım saatlıq dərs keçəmirəm, mən məcburum. Ona görə mən dedim də testi. Deməsəm ürəyim partlayır, mən bunlara. Akşam yata bilmirəm, o səviyyədə, həqiqətən. Çünki bunu araşdırmışam, bilirəm, sizə dərinliyi verməsəm, sabahlarına qalan belə ki, tələbəyə nəyi söylətməm. Bax, saat qurşaqları. Baxın indi, fikir verin, gəlin buradan gedək. Baxın bizdə, sürət birinci 15 kilometreydi 1 saatda, düzdür? İndi nümunə kimi vermişdik də, baba. Sürət az olanda saat qurşağı nə idi? Çox idi. Sürət artan kimi saat qurşağı azaldı. Demək, yerin sürəti ilə saat qurşaqları sayı bir-birindən təşkil olunur. Onda Neptunda yerdə 30 kilometrdə bir isə, amma öz ətrafında o fırlamasına görə Neptunda daha az sürət. Az sürətli, azdır. Daha tez fırlanacaq. Neptun öz ətrafında daha tez fırlanır. Tez fırlananda saat qurşağı alır. Amma onlarda saat qurşağı yoxdur. Bəli. Sadəcə bunu biz yerə görə. Çünki saat qurşağı insan tərəfindən müəyyənləşdirilən bir prosesdir. O da necə müəyyənləşdirir? Ulduzlar bizdən kənardadır. Bizim kosmos atmosferimizdə daxil deyil. Düzdür? Ulduz olduğu yerdə qalır. Ulduza fikir verir. O fırlanır. Həman ulduz gəlib yerində dayananda yer bir dövrəni fırlanmış olur.
Aydındır. Bəli, ondan müəyyənləşdirilir. Düz belə gözlə müəyyənləşdirmək çətin olur. Onu şeylə dadla müəyyənləşdirirlər. Bu öz yerində. Şimdi, bu bizim saat uşaqlarımız. Orada bir anlayış var. Hamınız bilirsiniz ki, şərtlər müəyyənləşdirilməsi. Şərqin qərbin müəyyənləşdirilməsi zamanı hamı düzgün şəkildə əl verdik. Deyir ki, sən onu 15'e bölürsən, saat uşağını tapmalı. 15'e böldükdən sonra, əgər 7.5'dən böyüdürsə, üzərinə 1 gəlirsə. 7.5'dən kiçildirsə, bir saxlayırsan, heç də gəlmirsən. İndi, sən də bu uşağa izah edirsən, uşaq qayda deyib, bir dənə ağlısı çıxır içindən, qayda deyir, niyə? Onda deyirsən ki, nə deyirsən? Demək, birinci növbədə gəlin onları bir hesablayaq, baxaq. Bax, tutaq ki, 73 şərq uzunluğu veribdir bizdə. Düzdür? 73 şərq uzunluğunun neçənci saat uşağına düşdüyünü tap deyirsə, sən birinci deməlisən ki, yəni 1 saat uşağı normalda 15 yerə gəlir. Bölürəm 15'e. Tamda 4 qalır, qalıqda 13. Düzdür? İndi bizə qayda öyrədirlər ki, əgər bu 7.5'dən böyükdürsə, Əsasın üstünə 1 gəlir. 1 gəlir. Amma bunun haradan gəldiyini baxaq. Bax, 4-cü saat uşağının orta meridian neçədir? 60. Orta meridianlar hər zaman 15'lərə saat uşaqlarına tam bölünür. Başlanğıc hissə, ümumən, onlar belə deyək də, hər saat uşağının başlanğıcı, mərkəzi hesab olunur. Bəli. Məsələn, mütləq şəkildə bir mərkəz qeyd olursa və saat uşağı 15 dərəcədən götürülürsə, bu 15-15, 1 saat uşağı, 24 saat uşağına doğru artar və 180'den sonra azala gedirsə, mütləq şəkildə başlanğıc olardır. Həmin o 15 dərəcəlik başlanğıca deyirlər orta meridian. Və hər zaman da 15'in misilləridir, 15'e tam bölünür. Bəli. İndi gedişata baxın. 60'cı şərq uzunluğu 4-cü saat uşağının orta meridianıdır. Və bir də deyir ki, 1 saat uşağı 15 dərəcədir. Əgər orta meridian hər saat uşağının başlanğıcı kimi hesab olunursa, o mərkəzi bir nöqtədir. Mərkəzi bir nöqtədən hər iki sərhəddə 7.5 dərəcə məsafə düşür. İndi fikir verin, gedişat nədədir? Baba, bu 60'ın bir sərhədini yazdım, 67.5 şərq uzunluğu, bir sərhəddə 52.5 şərq uzunluğu, şərqdədir. Düzdür? İndi gedişata baxın, niyə 7.5'dən böyük? Çünki mərkəzi hissədən sonra, əgər sənin qalıbında 13 qalırsa, 13 15'den büyük. görürsünüz 67.5'i sərhədli keçir. Allah 73 67.5'i keçir deyən. Sənə orada deyir ki, yəni 7.5'dən böyük olmaq mərkəzi dayandığın hissədən sərhədli keçmək deməkdir. Ona görə sizə deyirlər ki, üstə bir yəni. Bunda sabahları uşaq verir, çox adam əzbəri hissi orada. Hazırlıqda əksərimiz əzbərliyib gəlsin. Bilənlər olur içimizdə. O heç. Amma bunun ən net qaydası budur, məntiq olaraq. Bu sərhədli keçməsinə görə deyirlər. Yox, sərhədli keçmir, məsəl üçün. 71, yox, olsun 67 dərəcə. Şərq uzunluğu. Bax, böldün 15'e. 4'dən 15 60 edir, qalıqda da 7 qalır, düzdür? 67. Görün 67 arada qalır. Üste gelmeyecek. Bunu da axırında. Görürsən, keçmədi sərhəddə. Çünki 7.5'dən böyük ola bilməli. Sərhədli keçmədisə, avtomatik problem yoxdur, olduğu kimi saxlayacaq. Yaxşı. Qərbdə 24'dən çıxma qaydası. Düzdür? Hər şey şərqdəki kimi gedir, amma deyirsən ki, zaten şərq zonasında 12'dən böyük saat uşağı olmur. 24'dən çıxmalısan. Niyə? Səbəbi var bunda. Bəli, onun da bir məntiqi var. Haradan gəlir? Bir tez baxaq.
Baxın, fikir verin. Birinci sizi müəyyənləşdirək biz, mütləq gələn nöqtəyə. 3 nəfər idi da iştirak etməyənlər. Düzdür, 11 nəfər iştirak etdi keçən səfər, eləmi? Tam İkisində də 3 nəfər. Sizi mütləq gələn həftə bu problemləri qurtarmalıyıq. Məndə problem o yaratmır. Məndə keçdiyiniz mövzular var. Mən istəyirəm ki, hər mövzunu qutarandan sonra onun testlərini həmin dərs Biləm, daha eyni olacaq, Sadəcə bu ilk bölmələrdə biz əslində nə tərcih edirik, belə deyək, müzakirə ilə gedirik. Amma burada sən deyən o müzakirəni yaradan bu, keçən açıq qrup kimi. Müəyyən riyazi proseslərdə zəifçilik. Müəllim, keçən il elə vaxt olurdu ki, biz sadəcə 1 saat yarım yox. 1 saat yarıma sadəcə 10 suala baxa bilirdik. Elə vaxt. Çünki izahları çox geniş verirdi. Sən də empatın da var. Amma elə vaxt olur ki, 300-dən sonra baxırsan, yəni o da olur. Yəni əlavə salmasanız da mənim problem yoxdur, öz payıma deyirəm mən. Mən o keçmədiyim mövzular ki var, gecikdiyim və ya da ki, əvvəl baxma. Yox, əlavələr olacaq. Sizin dərs izahlarınız onsuz YouTube-da var, oradan baxaram mən, ya da çətinlik çəkdim. Ya bir sual olarsa gəlməsəsən, sizdə burada canlı verirəm. Bizdə problem bilsən harada yaşanır, hər zaman. Bu riyazi hissədə. Problem yaşanır, riyazi hissə bitir, ondan sonra hər şey qaydasında gedir. Yəni ondan sonra bir dəfə dərs, bir dəfə izah. Yox, bir dəfə izah, bir dəfə suallar. Bir dəfə izah, bir dəfə suallar. Bəzən olur bir dəfə izah, 2 dəfə suallar düşür. O da baxır, 3 dənə kitabdan verirəm da. Bu səfər onu tutarır, o bir səfər onu tutarır. Ya hamısı olacaq, olmasına əlavələr olacaq mütləq şəkildə. Bütün suallara baxacaq. Sadəcə proqramın izahı da olmalıdır ki, tam dərinliyi başa düşə bilərsiniz. Yəni, sadəcə istəmirəm əzbərlədən. Məsələn, mən versəm onu deyib oxuyasınız. Suallarımız da çox olacaq, ancaq suallara baxacaq. Amma o dərinliyi anlaya bilməyəsiniz. Sabahları mənə lazımdır ki, sən orada o məntiqi sualları yaza biləsən. Yəni, bu şəkildə əzbərdə geçsə, ortalamağı versən, bir 30-a yaxın yazarsın. Amma o dərinliyə düşmək üçün məcburam ki, dərinə gedim. İndi, bax, müəllimlər, bir dənə bunu deyim, burada saxlayarıq, keçərik suallara. Sonra təzdən biraz da qayıdıb, axırda buna baxarıq. İndi fikir verin. Orada məsəl üçün qərb zonasında 24-ün çıxırılması məsələsi. Birinci növbədə səbəb nədir ki, sıfırdan başlayaraq şərqə doğru saat uçaqları hesablanmağa başlayır. Bunun səbəbi nə ola bilər? Günəşin çıxması və günəşin birinci o sistemi işıqlandırması. Və günəş niyə birinci şərqi işıqlandırır? Bəli, qərbdən şərqə fırlananda şərq öndə olur. Buna görə. Düzdür? Bəli. Əslində, bax yenə deyirəm, saat qurşağı o zaman yaranır ki, yer özü ətrafında dövrəni tamamlayır. Burada incə bir məqam var, tamamlayır anlayışında. Əslində biz orada qərb deyil ya, hələ alsa, məsəl üçün, baxaq orada. Gəlin hələ 74 qərb uzunluğuna baxaq. 74 qərb uzunluğu deyəndə, bu bizə əslində deyir ki, tamamlanmamış hissədir. Yəni yer 360 dərəcənin, 186 dərəcəsini, daha doğrusu 286 dərəcəsini gedib, tamamlanmağa 74 dərəcə qalır. Əslində ifadə budur, bunu deməkdir. Yaxşı, buna dərinliyi ilə baxsaq, baxaq. Baxın, bu 180-dir. Qoy bunu belə keçəm, aydın olsun bu şəkildə. Birinci əzbərçiliyi ilə gedək, sonra da bunu da məntiqə verim. Çünki buradan çıxır bütün məntiqlər. Bu 0. 180 əks verdi. İndi fikir verin mənimdir. Bax, bu oldu 0 uzunluq. Bu 74 qərb uzunluğu. Bax, fikir verin. Bizdə 74 qərb uzunluğu demək istəyəndə o saat qurşağı tapır. Biz deyirik ki, 74 qərb uzunluğudur. Böldük 15'ə. Alındı 4, qalıqda da 14. Düzdür? Üstünə bir gəlirimi sərhəddi keçirdi yəni. 7.5-dən böyüdür. Sonra da qalib deyir ki, 5-ci saat qurşağı qərbdə yoxdur deyə 24-dən çıxırıq 19 alır. Düzdür? Durum rəqəmi ilə də yəqin bilirsiniz durum rəqəmi problem yoxdur da. İndi bu əslində nə deməkdir? Demək istəyir ki, yer
Qırnımışdan başlayır. 74 qəribə kimi öz döngəsini tamamlayır. İndi gəlin ona bax. Baxın, bu 0. 0-dan, bax bu hissəyə kimi 180'ə kimi. Döngəmizi tamamlayır. Bu hissəyə kimi 100 ümumi şəkildə baxsaq, 180 dərəcə getmiş olacaq 0-dan. Düzdür? İndi baxın, bu 180 dərəcədən, bax buradan, bu 0'a kimi qayıtsaq, 180'dən 74 qərb uzunluğuna kimi neçə dərəcə qayıtmış olacaq? 106. 106 dərəcə, düzdür? Baxın, 180 burada, 106 dərəcədə orada döngəni eləyib 74'ə çatılır. Düzdür? Tamamlamağa neçə hissə qalır? 74. Bəli, 74. Yəni dolayısıyla biz 286 dərəcəni getmişik. Gəl 286-nı 15'ə bölək. Bax, 28'də bir dəfə. 136'da da 9 dəfə. 135, qalıqda da 1 qalır. 1 qalırsa sərhəddə keçir. Gördünüz haradan gəlir. Yəni sizə o 74'ü çıx demək istəyəndə o əsas qayda oradan gəlir ki, sən demək istəyir ki, yer hələ 74 dərəcəni tamamlanmış. Əks gəlmiş. Yaxşı, ona görə 24'dən çıxırsan. Vəssalam, bu da bunun bir qaydası. Bunda qəribə bir şey yoxdur. Ən çox qarışdırılan yer hansıdır? Simyə? Yaxşı. Bu da Vaydan. Bir də izahiliyə? Yaxşı. Bax, yenə deyim. Ben iki demək istəyir ki, mən hesablayanda, qərbdə verəndə 360'dan verdiyim uzunluğu çıxır. Daha sonra onu 15'ə bölə bilərəm. O da olar, bəli. Problem yox. Zaten sənə qərbdə dedik, qərbdə dərəcə verir. O dərəcə tamamlanmayan hissədir. Sən yəni 360'dan o tamamlanmayan hissəni çıxanda istədiyin qalır. Gəlin bir dənə baxaq. Bax, mən verirəm 117 qərb uzunluğunu. Mənəcəm. Düzdür? Adi hesablamaya görə. 117 qərb uzunluğunu bölürük 15'ə. Düzdür? Bu eləyəcəkdir. 7 dənə 105 12 qalır. 12 qarşı üstünə bir gəlir. 8. 8 saat uşağı olmaz. 24'dən çıxırıq 16. Düzdür? Bəli. Yer tam dövrəni 360 dərəcəyə vurur. Bəli. 360 dərəcə. Qərbdə verilən nöqtən tamamlanmayan hissə. Çıxar 117'yə. Bərabər eləyəcək 243. Gəlin 243'ü 15'ə bölək. Bax 24'də bir dəfə mənəcəm. Çıxdı 15. 9, bu da 3. 93'də 6 dəfə. Yəni onun çıxma ehtiyacı yox. Bunun artıq çıxmağa ehtiyac yox. Sən ya saat qurşağını çıxdın, ya dərəcəni çıxdın. Yəni səndə qərbdə verilən hissə onu göstərir ki, yer kürəsi dairəni vurub, tamamlamaq üçün həmən hissə qalır. Yaxşı, onu istəsən saat qurşağına çevir, saat qurşağına çevirəndə deyirsən, bax bu qədər saat qurşağı tamamlanmayıbsa, demək o qədər digəri tamamlanır. Vəssalam. Yəni bunu nəyə görə edirəm? Bunu sabahlarım, heç məktəbdə işləmirsiniz, hazırlıq keçirsiniz hər hansı birisində. Uşaq sual verə bilər ki, araşdırıcı uşaq ola bilər ki, müəllim, bu səbəb nədir? Bu hardan gəlir? Olur da uşaqlar, mən belə öyrənəmir. Bəli, onda çıxardıb verə bilirsiniz ki, qalmayasınız ortalıqda. Yaxşı, belə də deyib keçməyəsiniz. Buna belə deyib, o birisine elə deyib, o birisine bir də görsən uşaq, aha, yavaş-yavaş sənə inanmaz olur. Yavaş-yavaş o birislərin də beynini doldurur, olur problem. Yaxşı, bəli. Ona görə o budur. Başa düşünən var, dəqiq olsun. Dəvahə, qaranlıq qaldı edə belə. Əla, bu öz yerində. Yaxşı, ən çox qarışdırılan nədir? Deyir ki, ikinci, üçüncü qurşağın, saat qurşağının sərhəddə buna düşür. Neyini? Düzdür? Baxa. Məsəl üçün, ən gələn suallardan biri deyir ki, ikinci və üçüncü saat qurşağının sərhəddir.
50 şəhər uzunluğuna düşür. Hesabla görə 1 saat qurşağı neçə dəfə gəlir? Bunda indi bunun üçün düstur verir. 2 üstə gəl, 3-cü saat qurşağı bölünsün 2-yə. Bərabərdir 50-yə olmalı. Bu şəkildə. Amma buna ehtiyac var mı? Yox. Necə yəni yox? Bax, sən 2 üstə gəl 3, 5 böl 2-yə bərabərdir 50 eləyəsən də görsənliyi olmalı, düzdür? Aşağı. Bəs bu hardan gəlir? Buna baxaq. Bax, bu 2-ci saat qurşağı, bu 3-cü saat qurşağı. Zaten 2 ilə 3-ünün sərhəddi nə olacaq? 2-ni gedərsən bir də yarım. 7 ilə 8-in sərhəddi nə olacaq? 7-dən 8-ə da yer kürəsi şərqə tərəf işmalı getmir. Şərqə doğru da artmalı da 7-dən 8-ə doğru gedəndə 7.5. Yəni onun nə ehtiyac var ki, sən onu toplayıb çıxırsan? Uşağı deyə bilərsən əzbərci. Amma bir müəllimə sən savadlıq dərs edəcəksə nəyə görə sən müəllimə hər şeyi yığasan? Müəllimə gizli qalır, avtomatik. Bunu əzbərlə, onu əzbərlə, o birisini əzbərlə, daha nə qədər əzbərçi olar? Ona görə deyirsən ki, zaten 7-nin sərhəddi 7 qonşu ola bilər 8 ilə. Daha çeşit 9-la qonşu sərhəd olmayacaq ki. 7-dən sonra da davamlı şəkildə artırsa 7 yarım. 10-sa 12 yarım. 15-sə 15 yarım. Düzdür? Sən daha bunu toplayıb görün, ehtiyac yoxdur o qaydaya. Avtomatik deyirsən ki, baba, mən 2 saat yarım gəlib 50 dərəcə olubsa, baba, 2 saat yarım 50 dərəcəsə, 1 saata nə qədər yol getdiyimi, neçə dərəcə yol getdiyimi hesablayayım. Oradan da çıxır 2.5 yığırız 50-yə, baxın fikir verin, vergüldür, azad olmaq üçün ona vururuq 500, x də bərabər deyil. Bu həll edildiyi sualın bir dənə şərtini oxuya bilərsiniz nəzən? Şərtlə. Deyir ki, 2-ci və 3-cü saat qurşağının sərhəddi 50 şərq uzunluğuna düşərsə, 1 saat qurşağının neçə dərəcədən ibarət olduğunu tapır. Normalda 1 saat qurşağı 15 dərəcə, düzdür? Amma indi 20 dərəcə olur. Ona görə sağladım şərtini. İndi 1 saat qurşağının dərəcəsi 20 dərəcə olursa, baxın. Yerdən 18 saat olacaq. Demək ki, yerin sürəti artır. Sürəti artmasa, o öz o xətiratında hərəkəti tez başa vurardıq. 24 saatdan tez başa vurardıq. Qətiyyəm. Orada 2015 necə tapdıq? Hə? 2015. 2000-dən 2015 necə tapdıq? necə tapdıq? Bax, 2 ilə 3-cü saat qurşağının sərhəddi. Sən deyirsən, 2 saat gələcəm, bir də yarı gələcəm da. 1 saat qurşağının yarısı, 0.5 eləmir. 2 saatı gəlsən, bir də sərhəddə kimi gedirsən. 2, 0.5. 7 ilə 8-in sərhəddidir, düzdür? 7 ilə 8-in sərhəddi 7.5. 10 ilə 11-in sərhəddi 10.5. Həmişə, hər zaman budur. Çünki sən 7-ni keçmişsənsə, sərhəd deyilsə 7.5-ə kimi gedirlər. Bəs o. Aydındır. Başa düşməyən nəsə var Zemfira? Elnara, qəribə baxsan. Bunu anladım, prosta biraz qaranlıq çalır. Nə? Buyur. Məntiqi çatmır. Nətər məntiqi çatmır? Bunu müəllim özündən nümunə kimi verir. Əslində orada 50 olmamalıdır. Məsəl üçün yəni mən yazıram. O məsələ üçündür. Normalda ora bilsən neçə olur? 2-ci saat qurşağının 37.5. 2-ci saat qurşağı 30-dur, şərq olur, düzdür? 3-cü saat qurşağı 45-dir. Bunun sərhəddi 37.5 olur əslində, düzdür? Amma, Bir saat qurşağı normalda neçə dərəcədir? 15. İndi 1 saat qurşağı 15 dərəcədirsə, 1-ci saat qurşağının orta meridianı 15 şərq uzunluğudur. 2-ci saat qurşağının orta meridianı neçə olur? 30. 3-cü saat qurşağının 45. İndi bax, 2 ilə 3-dür, düzdür? Gəl bunun sərhədlərini tapaq. Deyildikmi, bu orta meridiandır. Mərkəzdən həm şərqə 7.5, həm qərbə 7.5 gedəndə. Ümumi 15 dərəcəlik
saat kuşağını yaradır. Gel buradan şərqə doğru gedir. 30'dan gedim 37.5. 45'ten geri qayıdanda nə düşür? Yine 37.5. Aydındır. Qaranlıqda nasıl var? Dəqiq olsun. O sadece yerin sürəti dəyişdikdə elə ifadələr verirlər. Xəyali olarak. Yerin meyilliyi dəyişdi. Yerin meyilliyinin dəyişməsi prosesi 100 min illər əlində keçən bir prosesdir. Sən onun gələn il dəyişdi, o birisi dəyişdi deyə bilməzsən ki. Xəyali olarak, əgər olarsa nə baş verər? Aydındır. Şu. Qədər. Yaxşı. Bunlar başa düşdüyüm mənimdir. Ben bir de sağlayalım Buyurun. olarak size. Yani birinci kız yazdığı 70 şerlet doğumunu orta verişi yanı götürdüğü şey 15'e bölünen olmaktadır. Bəli. 60 götürdük. Bəli. Yani hansı bize uzunluk verirse ondan fazla onun orta meridiyanıdır. Eyni. 73'ün şərq uzunluğunun orta meridiyanı. 60 Sen 75'in ortası. Sen diğer şey, belə bir şey de var. Orada belə bir şey de var. Gerçi 73 şərq uzunluğunda verilen məntəqənin orta meridiyanı hansıdır? 73 şərq uzunluğu neçənci saat kuşağına düşür? 5. 5. Düzdür. 5. saat kuşağının orta meridiyanı 75'tir. Ben sadece 60'ı niye gördüm? İzah edeyim ki bak 4 dəfəyə 60 düşür. Düzdür. 60'dan bu tarafa geldiği 67.5'dir. 73 67.5'i keçir deyə üstüne bir geldik 5. saat kuşağı geldik. Ama aslında 5. saat kuşağı orta meridiyan nedir? 75. Çünkü 75'e daha yakın. Orta Aydındır. meridiyanını saat kuşağı olmalıyım 15'e orta meridiyan. Evet. Yani neçənci saat kuşağı, saat kuşağı orta meridiyan tapmaq için 5 tapmamsan 5-15'e vurdun orta meridiyan çıktı. Aydındır. Çətinlik var? Yox. Sür. Yaxşı müəllimlər, biraz da suallara baxaq, davamını gətirəcək. Hələ burada baş ağrıdıcı çox seyirlər. Yaxşı söyləyəm 12. Problem yox ki. Baxa bilərik. Hansı sual? Bu necə suallardan biri. Kölgə məsələsi. Şimalda qalmır. Hə, necə suallardan biri, bu da saat kuşağı. Bunu güneşte verir, daha eləmə. Bu saat kuşaqlarında daha çox işlənir, güneşte işlənir. Demək, şəkildə müşahidə ki, birinci növbədə mən belə bir şeyi izah edim, mənimlə. Bunu əslində mən saat kuşağı, keçən dəfə deməmişəm onu, eləmi? Hə, çox pis. Niyə? Belə sual gəlir. Ki, 17. 15 niye yazmış? 15 olmadı. Ben de 15 yoktu. bir cismin kölgəsi niyə sıxılarına vururlar? Başın üstündən deyil, elə mi? Genişli olan da o. Zenit olur. Niyə? Zenitlər də ona görə. Yəni, burada ifadə niyə çıxır? Yenə ortaya bir sual çıxır. Niyə? 90 derece. Yaxşı, səbəb nədir? 90 düşəndə nə olur ki? 90 düşəndə mənim günəş Ben yanında çocuğun olmam. cümlesi. Yaxşı, gəl bir sual ver. İşğal olmadığı yeri kölgə var. Yox. İşğal olduğu yeri kölgə var. Düzdür? Bir var. Onda belə bir ifadə çıxır. İşlamlı qurşan. İşığın olduğu yerdə, işığın qarşısını bir cisim kəsilsə, cismin əks tərəfində kölgə yanar. Yəni, söhbət orada 90 dərəcə düşməsinin səbəbi odur ki, işıq başdan düşəndə cismin hər yerini işıqlandırır. Cisim əgər günəşin qarşısına maniyə ola bilmirsə, orada kölgə yarana bilməz. Ona görə deyir ki, bizim kölgə misalında, kölgə məsələlərində deyir ki, cismi işıq hardan vurursa, onun əks tərəfinə kölgə Burada olur. baxdım. Təsəvvür. Kölgə işığın olduğu yerdə. Bax belə bir situasiya gəlir. Deyir ki, kölgə işığın olmadığı yerdə formalaşır. Günəş işığı düşməyən yerdə kölgə formalaşır deyə bilər. Çünki cisim onun qarşısını kəsir. Bir də deyir ki, günəş batdığı yerdə kölgə formalaşır. Günəş batan yer qaranlıqdır. Qaranlıqda kölgə necə formalaşır? Düzdür? Orada mütləq günəş olmalıdır. Günəş də cisimə görə kölgə yaradır. Yəni, cismin bir tərəfi günəşin işığının qarşısını kəsir, digər tərəfdə əksdə kölgə yaranır. Bunun ifadəsinə, təcrübəsinə baxsınlar, işığı yandırmanı tez.
Yəni kölgə günəşin düşmə bucağından asılıdır. Bəli. Bax fikir verir. İndi o kölgəni unutun xəyalınızda. Baba fikir verin burada. Nə baş verir? Bax. Görürsünüz? Bax indi. Hər tərəf işıqlanır. Kölgə sıfırdır ona görə. Baba biraz 90 dəqiqədən uzaqlaşdı. Kölgə sıfır. Özü əksdir. Yəni ona görə sizə deyər ki, birdən günəşin baxdığı yerdə kölgə qəti səhvdir. Günəş işığının düşmədiyi yerdə kölgə formalaşır. Günəş işığının düşməməyə qoyan səbəb cismin bir tərəfidir. Bəli. Günəş şüası bizə nə qədər yaxınsa, nə qədər böyük bucaqdan düşürsə, orada kölgə kiçik. Bəli. Nə qədər uzaqdan düşürsə, kölgə böyük. Bəli. Ona görə 45 dərəcə ilə düşəndə bəzi nə baş verir? Gəlin bir baxaq, söndür onu istəyirsən. Bəli. Gəlin, bəli. Əslində bu da düz bucaqlı, üç bucaq qaydasından çıxır. Necə çıxır? Gəlin baxaq. Birinci, günəşin zenitdə olduğu yerə işıq 90'dan düşür. Və orada hər ətrafı işıqlandırdığına görə kölgə sıfırdır. Yoxdur. Düzdür? İndi fikir verin. Sən olduğun yerdən 45 dərəcə uzaqlaşanda, 45 dərəcə uzaqlaşanda, bax fikir verin. Araya 45 dərəcə qalır və düşməyə nə qədər qalır? 45 dərəcə. Düzbucaqlı üç bucaq yaradır ki, düzbucaqlı üç bucaqda tərəflərin bucaqları 45 dərəcədirsə, həmən tərəflər bir-birinə bərabərdir. Demək ki, bu dirəyin uzunluğu ilə, bu dirəyin uzunluğu, bu kölgənin uzunluğu 45 dərəcəlik bucaq yaradıb bərabərləşir. Ona görə deyir ki, kölgənin uzunluğu dirəyə bərabərdir. Buradan yaranır. Çünki günəşin düşmə bucağında yenə var, bir dənə də buna aid bir şey baxaq. Bir dənə də bu işin verilmənə qarışdır. Bax, bax ki budur. Bunu bir dənə şey duran yer olsa, onu verir. Arkası da ilə bir şey verin mənə, elə nazım bir şey var. Ona baxın, o nədir? Dayanar mı? Gözlüğün görürüm. Dayanası deyil. Buradan Hə. Yəni, görürsün, o ne olacaq? Buradan daha mı görünür? Yox, ön görək. Hə, bax. Bu kölgə sıfırdır, düzdür. Gəlsən bax, indi günəşi uzaqlaşdırıram. İndi nəzərə bax. Harsa 45 dərəcəyə gətirəm, bax. 45 dərəcəyə. Hardasa. Belə. Fikir verin, bax bura dirəyin uzunluğuna bərabər oldu. Baxın, tərəflər bərabərləşdi. Bax, burada bir dənə üç bucaq yaranır mı? Düz bucaqlı üç bucaq. Tərəfləri bərabər olanda, bura 90 dərəcə olanda, bura 45, bura 45 qalır mı? Bəli. Bax, dirəyin özü ilə, dirəyin kölgəsi bərabər tərəfli üç bucaq yaradır. Ona görə deyir ki, dirəyin kölgəsi dirəyin özünə bərabər olur. Nə var? 45 ilə düşəndə. Çünki 45 ilə düşmək üçün sən günəşdən 45 dərəcə uzaqda olmalısan və bu da bərabər tərəfli üç bucaq yaradacaq. Bərabər tərəfli üç bucağın da bir tərəfi sənin dirəyindir, bir tərəfi onun kölgəsi. Çətin bir şey var, başa düşürməyək. Cavab belə qəribə baxırsan, dəqiq olsun. Olsa hiss edirəm, nəsə qaranlıq qalanda. Nəsə qaranlıq qalanda hiss elətdirir, yaxşı? Bəzi şeylər praktikadır. Təbii ki, qaranlıq. Mütləq şəkildə. Bu kimin idi? Sən, buyur. Aha. Çətin bir şey yoxdur ki? Yox. İndi dirəyin o 1/3 hissəsi məsələsinə gedib çıxır. Məsələn, 30 dərəcə ilə düşərsə nə olur, 60 dərəcə ilə düşərsə nə olur? Bir şeyə anlamaq lazımdır ki, bax, dirək sən ümumi şəkildə böləndə 90 dərəcəlik hissədir. Hər dərəcəsinə 30 dərəcə düşür. Bax, dirəyi 3 yerə böləndə, orada daha çox səhv verir 30, 60, 90. 90 dərəcə ilə düşəndə sıfırdır. Dirəyin kölgəsi. Düzdür? Ayson. 60 dərəcə ilə düşəndə 90'a yaxındır. Amma tam yaxın deyil. Amma 60 dərəcə 90'ın 3'te 2'sidir. Yəni dirəyin 3'te 2'sidir.
Ta ki dirəyimiz 3 metrdirsə, deyir ki, günəş onu 60 dərəcə ilə düşübdürsə, demək onun 3'də 2 hissəsini götürübdür. Yəni 2 metrdir. O 2 metr kölgəmiz olur, indi. Bəli. Üçüncü bax, 3 metr olabilir ama. niyə? 3 metr alt oldu. 45'i geçen sonra köyde bilemedi böyük. 45'i keçəndən sonra. Bax, 45'i bir var 90 tərəfə keçirsən. Ha, 90 Bir də tane sıfır. 90 tərəfə keçəndə kölgə başlayır azalmağa. Amma indi bax, sən də burada. Deyən görək, mən neyinəm? Əstağfurullah. Hə. Yox, burada səhvdir. Burada belə bir şey var. Bax, elə bil ki, 90 dərəcədir. Əgər kölgə 60 dərəcə, yəni işıq 60 dərəcə ilə düşübsə, kölgə sıfıra yaxınlaşmalıdır. Düzdür? 60 dərəcə bunun 3'də 2'sidir. 3'də 2'si böyük olduğuna görə, günəşin düşmə bucağı olduğuna görə, kölgəyə 3'də 1'i qalır. 3'də 1 hissəsi. Çünki 3'də 2 payı günəşin çox böyük düşməsidir da, düzdür? Günəş böyükdən düşürsə, kiçik hissə hara qalır? Kölgəyə. Onda 3'də 1 qalır. Bax, avtomatik kölgə olur 1 metr. Çünki bax, 90 dərəcəyə çatanda 0 bərabər olmayacaq. Demək, 45'də də özünə bərabər olmur. 45'dən 90'a gedəndə kiçilməlidir. 45'dən aşağı gedəndə, 0'a doğru gedəndə böyüməlidir. Sən də onda deyirsən ki, günəşin düşmə bucağı 60 dərəcədirsə, bu onu göstərir ki, 60 dərəcə 90'ın, bax, 60 dərəcə 90'ın 3'də 2'sidir. Düzdür? 3'də 2 pay günəş düşübsə, 3'də 1 pay kölgəsinə qalır. Çünki bax 45 dərəcəsi düşəndə, 45 günəşə düşəndə, onun 45 dərəcəsində kölgəyə qalmadı. Eyni proses burada yaşanır. İndi bax, yox, sənin ki 30 dərəcə ilə düşür. 30 dərəcə ilə. 30 dərəcə kiçikdir daha. Düzdür? 30 dərəcə ilə düşmək, günəşin, bax, 90'da 30 dərəcəsi onun 3'də 1'idir. Onda kölgə böyük. Bu günəş 3'də 1'dən düşübsə, yerdə qalan 3'də 2 kölgədir. Aydındır? Onu da Filan. Tam aydındır bu. Problem yoxdur ki. onda 2 kölgə olacaq. İndi 3'də 2 kölgə olacaq. Bax, düşmə bucağına 2 hissə verir. 3'də 1. Bu dirəyin uzunluğu, dirək bir 3 metrdirsə, Yəni, burada 3 metr olsa 2 metr kölgə. Kölgə böyük. 2 metr kölgədir. Bəs o. Tam aydındır. Kiməsə qaranlıq var nəsə? Orada hissə ilə gedirsən. Hissənin çox hissəsi günəşdədirsə, kölgə az olacaq. Hissənin çox hissəsi kölgədədirsə, daha doğrusu, az hissəsi günəşdədirsə, kölgə avtomatik böyüyəcək. Kölgəyə daha çox hissə olacaq. 45 dərəcə sıfıra gedəndə kölgə böyük. Təbii ki. 45'dən 90'a gedəndə kölgə kiçilir. İndi orada oxudur. İlk şəkildəki müşahidəsi 25 şimal enliyində günəşə baxmış Rəqəmdə şahidi deyilsə. 160 Dedən bir də. 25 şimal enliyində günəşə baxmış şahidi basılmış dirəyin kölgəsinin uzunluğunu ölçmüşdür. 25 şimal enliyində ölçmüşdür. Bu müşahidəyə əsasən günəşin hansı enlikdə zəngdə olduğunu müəyyən edilmişdir. Bəli, günəşin zəngdə olduğu enlik axtarılan zaman birinci %100 verməliyik. Deməli ki, günəş 23.5'lərdən kənara çıxa bilmir. Birinci bu ifadəyə baxırıq, sonra aradakı məsafəni axtarırıq. Sən çünki ifadəyə baxmalısan, günəşin zəngdə olduğu məntiqəni axtarırsan, sən deməlisən ki, bax, mən elə yerə getməliyəm ki, bu arada qala bilir. Mən bu məntəqədən şimala doğru geçsəm, günəş zəngdə ola bilər? Yox. Məcburum cənuba doğru gedəcəm, düzdür? Və deyir ki, kölgənin uzunluğu özünə, dirəyin özünə bərabər. Demək 45 dərəcə ilə düşür. 45 dərəcə ilə düşübdürsə, demək sən günəşin olduğu yerdən 45 dərəcə uzaqlaşandan sonra gedib məntiqəyə çatırsan. Onda məntəqədən də 45 dərəcə geri qaydanda günəşin olduğu yerə yaxınlaşarsan, bu da eləyəcək 20 cənub edir. 45
25 şimal elliyindən 45 dərəcə aşağı gələndə gələ bilmiş cənub elliyinə düşərsən. Ben de yaşlandım. 25 üstü. Ama bu beraber işimali ne olacak? 70 ele. Şimal elliyi götür. 70 yok. Biz hep böyle bunu nedir hesaplamak olar? Demek 90'a 25, 45. Verin bana. Kendine. Yani kitabı verin bana. Ben bizim de nedir hesaplamıştım bunu. Prosto burada bir yer Sen seçerim. 25'ten 45 sıkıp 15 alacağım. 156'dır. 156. 20. Ben de cevabı yıkmıştım ama o cevapta işimali geçtim. Onu yıkmıştım. Yok o Yok, Sevgi sef olarak. o 24'tü. Ben de sef. Yine de sağ sef diyeyim. sual səhvdir. Yəni bu 20 cənub elliyindən bax, sənin bu məntəqədə 45 dərəcə ilə düşmə ancaq 20 cənub elliyində olur. Ondan başqa ola bilər. Qətiyyən. Ben bizim de yazmıştım. Buyur. Kendine. 90 Aha. 90 25 x beraberdir 45. 90 çıx 25. 25 bərabərdir. Yok. 25x. Nə bilək? Bir tane üstüne. Bir Yok. dənə üstə gəl. X Aha. beraberdir 45. Ha. Bərabərdir 45. Yaxşı, 90. 25 çıxanda 65 üstə gələk. X bərabərdir 45. Oradan da X de beraberdir 20. mənfi 20. O da cevabı. Değil mi? Sən dediyin Sen qətiyyən. baş etirsən. Sen baş etirsən. Ben falan sen baş etirsən. Bildim də cənuba keçir. Sən düsturla hesablan. Ben Elə bilən başqa cavab tapmışsan. Yok. Hə. Hesaplamak Düsturla niyə hesablayırsan? Düsturla nə Ben edir? düstur attım efendim. Ben her şey. Düstur attım. Düstur attım gedirəm. Düsturla işləyərsən, verirsən orada. Düstur yenə deyirəm, buradan çıxır. Mən deyirəm, 3 saatı sən nə edirsən? Elə biləm, düsturla gedib başqa cavab almışsan, o deyir. Yox, hə. Şu, yəni o düsturla getməyə qətiyyən heç ehtiyac yox. Məsləhət də bilmirəm. Düstur zaten buradan çıxır, düz bucaqlıdan. Yaxşı, ona görə ehtiyac yoxdur. Burada cavabı ümumi şəkildə 45 dərəcə ilə 25-ə 45 dərəcə ilə düşmək bir dəfə 20 dərəcədə müəyyənləşə bilər. Bəs sonra Onda bütün çözüyə məsələdə 45 Öz uzunluğu değil. həmişə Özünə yox. bərabər olursa. Özünə bərabər olursa 45 dərəcə ilə götürürsən. Özünə bərabər olursa. Öz uzunluğu. Özünə bərabər. Məsəl üçün bir dənə suala baxaq, bununla bağlı. Baxın. Ve bastırmış ve uzunluğu şöyle. Baxın. Tutaq ki, bizə deyir ki, bizə deyir ki. Olsun, 30'dan. demək, 20. 60 cənub elliyinə dirəyin uzunluğu kölgənin uzunluğuna bərabərdir. Yəni kölgənin uzunluğu dirəyin uzunluğuna bərabərdir. Demək 60 cənub elliyində günəş neçə ilə düşür? Bəli, dirəyin uzunluğu kölgənin uzunluğuna bərabər olsa, demək 45 ilə düşür. Günəş də 45 ilə düşübsə, biz demək kimi həmən məntəqədən 45 dərəcə uzaqlaşıb, sonra məntəqəyə, günəşin olduğu yerdən 45 dərəcə uzaqlaşıb, həmən məntəqəyə çatmışıq, düzdür? Günəşin olduğu yerdən 45 dərəcə uzaqlaşıb həmən məntəqəyə çatmışıqsa, həmən məntəqədən də 45 dərəcə geri qaydanda günəşin zeytdə olduğu yerə gitməliyik. Cənuba doğru gedə bilmir, günəş zeytdə olmur. Şimala doğru qalxanda 45 dərəcə. Gəlir, 15 cənub elliyinə düşür. Qaranlıq qaldı mən eşim. Geç buraya. Gəl. Gəl buraya. Abşin hakkında çözülərə. Ben 20, şimal yarımküresinin 22 dekabrda gecenin uzunluğu maksimumda. Şimal yarımkürəsində 22 dekabrda gecən şimal yarımkürəsində və 22 dekabrda gecən uzunluğu maksimum. Bəli, maksimum. Çünki günəş ən uzaqdadır. Ben de verirler. Ben de orada sınıf yazmışım. Gəl, bir dəqiqə baxaq. İndi bax, Çıxamadı. bax, gəl belə. İşte bir Şimalda verək bunu bir dəfə. Deyir ki, bax Bakıya. Bakıya 40 şimal elliyinə.
bir direği ölçmüşük, buyurun. Bax, bir direği ölçmüşük. Ora fikir vermişik ki, direğin uzunluğu, kölgənin uzunluğu direğe bərabərdir. Bunlar bərabərdirsə avtomatik nə yaradırlar? 45 dərəcəli bərabər tərəfli bir üçbucaq. Düzdür? Arası. Onda demək düşməyə 45 dərəcə qalır da, düzdür? Bakıya günəş nə vaxt 45 dərəcə ilə düşərlər? Çək orada düz yapmış bucağı. Çək. Aha. Bakıya düşmə burada, düzdür? 45 dərəcə ilə. İndi gel buraya. Bakın o ışığın altında. Düz başına düşür. Neçə dərəcəylə düşmə deməkdir? 90. Zenitdədir, düzdür. Sən oradan neçə dərəcə uzaqlaşmalısan ki, günəşdən 45 dərəcəylə vurursun? 45 dərəcəylə. Düzdür? Bəli. Amma günəşin olduğu yerdən bura gəlsən, 45 dərəcə uzaqlaşmış olarsan, günəşlə aranda 45 dərəcə yanında, o da səni oradakı 90 dərəcə düşmə bucağı azalır, 45-ə bərabər olacaq. Yəni sən nə qədər günəşdən uzaqlaşırsansa, o qədər də düşmə bucağı uzaqlaşır. Düzdür? Demək belə deyil də müəllim. Demək kölgənin uzunluğu direğin uzunluğuna bərabərdirsə 45 dərəcə yarandı. Ay, 45 dərəcə ilə düşdüsə mən günəşdən 45 dərəcə uzaqlaşmalıyım. İndi. Enlikdə də şimal enliyində düşdüsə Aha. İndi günəşin zenitdə olduğu məntiqə. 5 şimal enliyində. Şimal. 5 şimalda olsa 35 olacaq aparada məsələn. 5 cənub enliyində düşədə ki, aylar yarımcıda Ay. 45 dərəcə. 5 canlı. Şu. Yenə Aydın. də mən sən orada səhvə olmalı. Tam aydın değildir. Değerli olsun. Sınav Gelsin sual. Bir dənə 45-ə baxarım mən. Bakak 45'e. yerim xəyali oxu. Mən də aynı səhv yazmış oldum. Aa, geçer bir sual. 45. sual elədir. 45-ci sual mənə də görə səhvdir Deyir ki, məncə. yerin xəyali oxu qütb hissəsinin 60 dərəcə yerində olarsa, izoldakin qütblərdə görən şüalarının maksimum düşmə bucağını tapın. Sapaq da. Birinci növbədə günəşin maksimum gedə bildiyi enliklər hansılardır? 25. 23.5'ler. Düzdür. Bax, mənimlə fikir verin dedim. Hamı diqqətli olsun. Bax, günəş maksimum tropiklərdə dirənir. Düzdür. Əvvəl 66.5 idi, tropiklərin 23.5 idi. Orada dirənirdi. İndi meyilliyi dəyişib 60 olubsa, bax, qütb dairənin 60 olacaq, tropiklərin 30 olacaq. Baba, 30 nə elədiniz müəllim? İndi sənə nə deyir orada coğrafi qütbə düşmə? Bəli, qütbə. Hə, bax, coğrafi qütb 90-dadır. Orada 30 nə elədiniz? Günəş buna ən yaxın olmalı ki, maksimum düşə bilsin. Düzdür, bax, günəş ən yaxınına bura olur. Bax, mənim, arada 60 dərəcə məsafə olacaq. Düzdür, 60 bucağa görə. Araya 30 dərəcə məsafə olacaqsa düşmə. 66.5-in üstündə 20. Yox, əstağfurullah. Araya 60 dərəcə məsafə olacaqdır. Düşməyə Deməli, cavab səhvdir, deməli. qalacaq. Maksimum düşürsə 400 yəni. Maksimum. 30. Orada maksimum düşməli var. Meyillilik dəyişikliyi alır. Bəli, 30. Ya o düzgün olacaq. Bu 2025'dir. Amma cavablarında 90 çıxılsın, 66.5. 23 oldu. Bəli. 66.5 çıxılsın, 23.5. 42 olaraq 100 olur. 66-dan balaca rəqəm götürürük. O da eləyir 60. 30-u götürdük biz orada. 66.5-dən 60. Aşağı rəqəm hansıdır? Ən aşağısı. Müəllim. Təzə bir test yazan yoxdur. 60 dərəcə ya. Müəllim. Orada niyə 30 oldu? Niyə 30 oldu? 60 dərəcə meyildir, 90-dan 60-dır, 30 qalır. Bax, meyillilik, bax, riyaziyyat qaydada paralel xətlər başa salmışdım. Düzdür? Paralel xətlərdə demişdim ki, qonşu bucaqları yarıya bölündü. Amma fəzada qonşu bucaq diye bir şey yoxdur. Ən maksimum meyillilik 90'dır. Ona görə buradan bizə 90'lıq tərk edilmişdir. Və deyirdik ki,
bu meyillilik 90'ı 2 hissəyə bölür. Meyillilik 66.5 ise bu qütb dairəsi, ona 90'ı tamamlayan 23.5 ise Bildim. bunun tropiki hesab olunur. Düzdür? Meyillilik 60 ise onun 90'ı tamamlayan 30 olur. 60'lar qütb dairəsi, 30'lar tropiklər olur. Aydındır? Buyurun. Şöyle sormuşlar. Demeye çalışmışlar. Coğrafi qütblərin ikisini də, sən deyək ki, coğrafi qütbün ikisini də deyə bilmir. Deyək ki, coğrafi qütblərə maksimum düşmə planının gəlir. Onda sən ikisini də götürür. Amma coğrafi qütbə, meyillik 60 dərəcə olanda maksimum düşmə 30 dərəcə. Aydındır. Az yandan çıxdı. Ben deyim. 23'e bakabilirim. 17. Zeynep, Bırak daha. Ceylan. Yanından çıxdı. Yanında saxlayın. Ben deyim. Ama biraz oxşuysan, o birisi mənim bir apriyetim var Ceylan, biraz üzdən oxşuyursun, həqiqətən. Ben deyim. 23'e bakabilirim. 23, Ben. 39 dediniz müəllimə. 39. 23'e bir dənə baxaq, tez keçək 39'a, buyur. 23 nədir? O da səhv. Güvəndim bunu. Ben çıkarttım. 23. Qış gün döndüyü günü üçün səliyyəvi olmayan əlamlar. Qış gün döndü. Düzdür? Günəş hardadır? Cənub tropikində. Şimal Qutb dairəsində Baxın, ada nə deyir? Ada nə deyir? Şimal Qutb dairəsində qütb gecəsi olur. Şimal qütb dairəsində təbii ki, qütb gecəsidir. Onu götürmək onsuz. Niyə qütb gecəsidir? Çünki bundan 90 dərəcə uzaqdadır. Düzdür? Avtomatik düşmə sıfırdır. Düzdür? Bəli. 90 dərəcə niyə olur? Onu keçən dəfə deyəsən deməmişəm. Bir dəfə də deyim. Bax, sən bir yer kürəsini 4 hissəyə böldükdə 90 dərəcə göğüslərə bölünür. Baxın müəllimlər, sən kürənin bu tərəfində duranda bu tərəfdəki insanı görə bilmirsən. Qətiyyən. Və yaxud bir işıqlandırma eləsən də, bax, burada durmuş bir hissədə bir işıqlandırma aparsan belə, o insan o işığı görə bilmir. Çünki arada 90 dərəcə bir göğüs var. Göğüs o qədər əyilmə həddinə çatır ki, artıq orada işığın yansılanması mümkün deyil. O buradan çıxır aradakı məsafə. Yaxşı. Sonra. Başa düşdüm, mən boş verin. Boş verən. Mən boş verin. Başa düşməyən var idi. Düşdüm. Yazmayan var. Mən siz bir Problem yoxdur ki. Əla, tamam ediyoruz stopunu. Ben güvenli stopunu. Ses olaydı. Yok, ses olaydı mı? Ses olaydı. Əla. 39. 34. 39'a baxaq baxaq. Şimal qütbündə qütb gecələrinin müşahidə olunduğu tarix. Əla mənim. Bax mənim. Şimal qütbündə qütb gecələrinin müşahidə olması ki. Şimal qütbü 90'dadır. O səhv deyil. Bəslən də Bu keçən anda səhv deyil. Keçən anda səhv Bəslən deyil. də yaxın yerdə deyil. Ben 21 Mart'ta Orta oraya yaxın yerdə çıxardım. Yox, 60 Bu bilirsiniz hədisələr. Şimal qütbündə qütb gecələrinin olması üçün ən azı bir 90 dərəcə uzaqda olmalıdır. Düzdür? Bax, 21 Mart'dan bir verib 23 sentyabra. Bax, 21 Mart'da, bax burada günəş seyirlədir. 22 Mart'da artıq yuxarı qalxmağa başlayır. Onda qütb işıqlanmağa başlayır. Düzdür? Bax, 22 günə gedib 23 sentyabra qaydanda bu şimala gedib qaydası olur. Onda orada işıqlanma olur. Gərək elə olsun ki 6 ay ora günəşsiz qalsın. Yəni onda deyir ki 23 sentyabrdan başlayıb 22 dekabra çatmalı, sonra 21 Mart'a başlamalı. Yəni başlanğıc 23 sentyabrdan olmalı ki cənuba doğru gəlir. Cənuba doğru gəlsə şimallar qalsın. 6 ay gecə gündür. 6 ay gecə. Ona görə belə bir sual verirlər. Deyir ki Günəşin ildə bir dəfə batdığı və çıxdığı ərazi haradır? İldə gəlir bir dəfə. Qütb nöqtəsi. 6 ayda batır, 6 ayda sonra bir dəfə çıxır. Daimi də işıq olur. Aydındır. Sonra 15 ildə kim olur? Bakı hansı cavabına düşər?
Baxın görək Şimal nədir. qütbləri dairəsinə deyil. İsraildə ölkəmiz Əgər- yerləşmiş Şimal Uşağı'nın şimalda cənubdadır. Ölkəmiz yerləşik tropiklə Qeyri-üzü fikrimcə mi? arasında. Ondan Onlar üçün neçə? 82. Var 82 kimi. Heç yazmayıb oraya Allah bilir. Hə? Misal deyil. Birazdan sırf testlər üzərində çox dayanır. Birazdan dəftərlər yoxlayacaq. Həqiqətən. Tələbələr kimi dəftərləri yoxlayacaq. Çünki mümkünsüzdür. Yoxlamasa mümkünsüzdür. Hamısını yazır. 82'ye baxırıq müəllimlər. Gözəl. Yerin peyki olan ayın işıqlı tərəfində temperaturun çox yüksək olmasına baxmayaraq istənilən qismin kölgəsini uzun müddət qalan kosmonavtın qanı dona bilər. Bu fenomenin səbəbi nədir? Atmosferin olmaması. Bəli, atmosferin olmaması. Bunu götürün. Hansı şeydir? Niyə? Hansı şeyə düşür? İndi Bax, 1,5 tapdım. Mənim. atmosfer təndirləridir. Nə baxımdan təndirlər deyil? Bu əslində belə deyim da. Siz əlinizdə bir dənə ayrı belə qab tutsa, o qabı işidən kimi başlayır isinməyə. Əlini vurursan yanır. Düzdür? Bir dənə də əlimizdə yəni soyuducu bir şey tutsaq. Onu soyudan kimi başlayır soymağa. Yəni isti dəyən kimi isinir, soyan kimi soyuyor. Səbəb nədir? Atmosferin olması. Təndirliyin olmaması. Bəli, yer də bu formadadır. Yəni yerdə atmosferin təndirliyi, istiliyi. Necə təndirliyi? Birinci, şəffafdır. Yer qızır, sonra üstü atmosferi qızdırmağa başlayır. Qızdıranda indi bu kənara qayıtmaq istəyəndə, bax yerdən su buxarı götürür. O su buxarı havanın şəffaflığını öldürməyə başlayır. Və bax yer səthi ilə o arada bir bulutlanma yaradır. Həmən bulutlanma yerin havasının şəffaflığını azaldır, istiliyin öz tərkibində sıxılıb qalmasına şərait yaradır. Bax ona görə də bulutlarla yer səthi arasında bir istilik balansı yaradır ki, ya oranı həddindən artıq soymağa qoymur, ya da oranı həddindən artıq isinməyə qoymur, tənzimləməyə başlayır o istiliyi. Ona görə ayda və atmosferi yoxdur. Qaranlıq üzdür, keçdi qaranlığa. Günəş şahsı vurmur axı. Vurmayan kimi avtomatik tez şəkildə başlayır soyulma. Yəni tez şəkil deyəndə o 1-2 saniyə işi deyil, vaxt alır. O qədər soyuyur ki, atmosferi olmalıdır. Yəni çevrildi daha təmiz. Və günəş oranı vura bilmir. Avtomatik başlayır soymağa. Aydın deməli, problem yoxdur ki. Saatlıya baxabilirsiniz, saatlıya bir dənə baxaq da var. Neçə? Saatlı. Yox, olmaz. Suala baxmaya gəlmişikdə, niyə olmur ki? 36. 36 nədir? Aha. Günəş şüaları günorta vaxtı şimal qütb dairəsində 18.5 gücə altında düşərsə, Bakıya hansı gücə altında düşər? Bəli, günəş şüaları günorta vaxtı şimal qütb dairəsinə. Bəli. Şimal qütb dairəsinə. Bax. Demək, günəş şüaları şimal qütb dairəsinə düşür. Şimal qütb dairəsi 66.5. Bura neçə ilə düşür? 18.5. Baxın. 71.5 edir. Demək, düşmə 18.5 olubsa, araya nə qalır? 71.5. Demək, sən günəşdən 71.5 dərəcə uzaqlaşıb, gəlib hara çatmışsan? 66.5-ə. Düzdür? Onda da 71.5'te günəşin zeytli olan yerə 75 dərəcə cənub eləyir. Sən sonluydu. Bunundur. Niyə baxmırsan? Baxıram. Baxmırsan, başın orada. Birinci bax, sonra yaz. Olur. Bax, bir də bilirəm. Günəş 66.5 şimal əliyyə neçə dərəcə ilə düşür? 18.15. 18-15. Bax, düşür. Düzdür. Demək ki, günəşdən neçə dərəcə uzaqlaşmışsan? 71.5 dərəcə. Günəş şimalda ola bilər. Demək, haradadır? Cənub tərəfdə olacaq. Onda cənuba doğru 71.5 uzaqlaşanda 66.5 burada gəlir, sıfıra çıxır. 5 dərəcədə cənuba çıxır. Aydındır, dəqiq olsun.
Qaranlıq qalan bir şey yoxdur ki. Ne yaptı? Bu Bakıya düşmə deyil. Bakıya düşme değil. Allah güneş geldi, burada zeytlerdir. Bakı 40 şimaldadır. 45 derece. Bak, arada neçə dərəcə yarandı? Maksimum geldi. 45 ise ya da 45 ile çətindir, asan değil. Buyurun. Pazar günü herkes gelir mi ya? Geldi. Online koşulan olacaklar var. Sınıf burada değilse orada. Nerede? Nereden? Yok burada. Ben Nerman'da açık gruba koşmuşum. Siz Ermanova gitmek istiyorsa Ermanova memnun. Yani grupta var ama orada değilmiş. Orada bildirmişse tamam. Çünkü yani her iki tarafa bildirmeyince her iki tarafta seçilen Yok daha siz iyi. burada yani yanlış vermemişim. Razılık vermemişim. Tamam. Eğer burada yazmışsa kim belki buraya yazıp okey. Gelirsiniz. Pazar günü saat 10'dadır. 3. mertebede olacağıq. Hardasa bir 10-15 dəqiqə tez gəlin. Çünki orada otaq yerləşdirməsini həmin an edəcəyik. O baxımdan vaxtımız getməsin. Siz saat çekecek. 2 saat yarım, yəni normal imtahanı necə olursa. 150 dakika. Hem şeyde olur. Ödənişsiz bir imtahandır, keçdiyiniz mövzulardandır, yəni narahat olmayın. Belə də ki, özünüzü yoxlamaq üçün bilirsiniz. Biraz ümumi suallar var. Ondan danışacağım. Yine de O boşluklarınız birinci- eğer nəticənizlə bağlı məsələn gördünüzsə, yəni boşluklarınız varsa üzərinə düşəcək, daha yaxşı olacaq. Əlavə olacaq. Yəni buna Əlavə bağlı olacaq. həvəsdən düşün. Sağ olun. Sağ olun. Aha. Tamam. Türkiye bakma. 42. Bak 42. Ben kırıkçılarımı hesaplamışam. Ben burada. 19 Şimali yerleşen Metka şehrinde yaşayan Dudaklı maksimum ve minimum düşünceleri makul olarak meğer. Gel bırak, gel bırak. Gel sen. Ay benim annem otuz okuyor. 90 atıyorsun. Ha? Annem 30 okuyor. 90 atıyorsun. O da gördü. Ya ben de yani. Bir ben de sizsin. Ben bilirəm ki, sən nə səhv eləmişsən sən. Minimumu tapmışsan, maksimumu səhv eləmişsən. Elə mi? Maksimum 90 niye tapıldı? Ben 85.5 tapmıştım. Ay, niyə 90 Çünkü 20 tapmışsan? sonra 5'ini hesapladım. Ayva. Maksimum o demək ki, günəş sənə ən Zaten yaxın. 19 derste zenit olabilirdi. 19'un üzərində zeytlər də günəş. Sən bir də orada səhv eləmişsən. Sən üstündə dayanır da günəşdə. Günəş dayanırsa sən maksimumun da. Sən də nə yaxdarsın? Yani güneş renkli olanda maksimum 90'dır. 90 dərəcədən böyük düşmə ocağı var. Yoxdur. Günəşin bir məntəqənin üstündə zeytli olursa, onlar arasında 0 bərabər olmur. Maksimum düşmə də o demək ki, günəş sənə ən yaxında olur. Düzdür? Ben senin sözüne dikkat edememişim. Zaten olmuşum 85.5, 47.5, 90 çıkıp Mən də elə bildim, sən maksimum minimumu tamamilə bilmirsən. Ona Yok, görə. Günəşin zeytli olduğu yerlərdə maksimum düşmə ocağı üzərində 90. Ən yaxın olma, bax, düzbucaqlı üç bucaqda, bax, bilsəydim çıxartmazdım sənə. Hə, bax, düzbucaqlı üç bucaqda maksimum deyəndə deyirsən ki, aradakı məsafə minimum. Bax, düşmə ocağı maksimumsa, aradakı məsafə minimum olmaz ki, günəş sənə ən yaxında dayanmalıdır. Düzdür? Bax, 40 şimal eləyirsən. 61 yazırsan. 40 şimal elində ən yaxında dayana biləcəyi günəş 23.5 şimalda. Ondan yaxına gələ bilər. Təbii ki, xeyr. Araya qalır 16.5 dərəcə. Araya 16.5 dərəcə qalıbsa düşməyə 73.5 dərəcə qalır. 61'e bakabilirim. Gördünüz? Minimum düşürsə, minimum üçün də ən uzaqda olmalıdır günəş. Araya 63.5 düşmeye 26.5 var. Ama bu zeytli olmadığı məntəqələr üçün. Zeytli olan məntəqə üçün maksimum üzərində olduğu zaman. Aydındır? 61. 61. 61. Meyilli şey var orada, ona göre başa düşmeliyim. Var, bakın. Arkadaş aslında Yer kürəsi 12 müstəvisinə 65 dərəcə meyilli olsaydı tropik işıqlanma qurşağının şimal sərhədində şimal qrup işıqlanma qurşağının cənub sərhədləri arasında ən qısa məsafəni nə qədər olar? 1 bölünsün 20 milyon. Nə oldu? Dayanır. Dayanmayıbsa qalır. Demək, meyillik dəyişir, Zemfira.
Meyilli 66. Bayaq dediyimiz kimidir. Məsəl üçün 65-dirsə, Profillər? 90, 25 qalmır, 25. 25. Hə. Əla. Bazı evlər. Biraz yer şurası oxşamadır, yenə. Hə, bax. Meyilli 65-də, üst dairələri 65-dən keçir. Neçə dərəcə meyillidirsə onun, düzdür. Profillər onu 90-a tamamlayır. Bunda daha çox paralellərlə izaha vermiş. 25. Bu da 25. Bu özdə 65. Canlıca. İndi deyək ki, tropik işıqlanma quşağı şimal sərhəddir. Bu. Şimal qütb işıqlanma quşağının cənub sərhəddir. Şimal qütb işıqlanma quşağı cənub sərhəddə 65-dir. Düzdür? 65 ilə 25 arasında 40 dərəcə var. 40-dan Şimal 25-ə işıqlama qurşağının şimal sərhədlərinə 90 götürür. şimal sərhəd deyir. Yox, vəhşi deyirəm. Ha, Şimal təbii deyirsə ki. 90 götürür. Orada cənub bəs sərhəd bilmir. Cənubda Onu bilmək cənub istəyir, deyil. şimal tərəfləri 90, o da bilmək. Paralellərdə də demişdim ki, sən bir paraleldən digər paralelə getmək istəyirsən, meridiandan istifadə edilməlisən. Hər bir meridiandan istifadə edən zaman meridian üzərində bir dərəcə yuvarlaq 40 dərəcə 4440 kilometr, miqyasınız da 1 santimetrdə 200 kilometrsə 4440 2 santimetr. 200 x'imiz 4440'a x da beraberdir 22.2. Çətinlik var, dəqiq olsun. Bir də axırda bir söz deyim sizə. Eyni meridian üzərində vaxt dəyişir. Vaxt bərabərdir. Yaxşı, bir meridian üzərində saat 14:40 şimal elliyindədirsə, Nəysə. eyni meridiandan kəşfli hissədə yenə də 14:40 saat dəyişir. Sadəcə günəşin düşmə ucağına görə günün uzunluqları dəyişir. Yaxşı, buyur. 42, aha, 42 ver mənə. Sizlərdən qol çəkməyən var, yoxdur ki, onda gedə bilərsiniz. Fidan sən çəkməmsən da bu. Sən burada boş qalan yerləri fidan hamısını doldur. Sən əlavələri qoşula bilirsən axşam. 21:00-da. Yaxşı qol çək, əlavələr təşkil olunacaqdır. Sağ ol. Sən ha vaxtda kim əlavəyə qoşulanmayasan dedin? Əyani şəkildə gələ bilirəm üçüncü günə. Gəlmişdin sən. Hə, heç də çağırılmasın. Oldu. Gələn həftə inşallah mütləq şəkildə. Qalanlar qalır suallarını verir 15 dəqiqə çərçivəsində. Sağ olun. 19 şimal yerləsən Meksiko şəhərinə uşaqların günorta vaxtı maksimum və minimum düşmə olacaq. Bildim, problem deyil. Bax. Birinci elma. Biz nəyə almalıyıq? Mən Əgər, almışdım. bax, deyirəm ki, Sən də başqa. məsəl üçün da, bizə deyir ki, maksimum düşmə olacağı, düzdür? Deyirəm ki, sənlə hansıysan maksimum dostluq edirlər. Qalib deyəsən ən yaxın olan, düzdür? Günəşin sənə ən böyük ucaqla, maksimum ucaqla düşməsi üçün sənə ən yaxında dayanmalıdır, düzdür? Gəl indi baxaq, 19 şimal elliliyi deməyir. Qala, indi ona fikir verək. Bax, 19 şimal elliliyi deyir, düzdür? Sənə maksimum düşmə bucağı deyirsə, günəş sənə ən yaxın olmalıdır. Yəni, düzbucaqlı üç bucaqda, bura maksimumdursa, bura sənin başardığın qədər ən minimum olmalıdır. Hətta sıfıra bərabər ola bilirsə, sıfıra bərabər olsun. Sən də qalib deyirsən ki, mədə, 19 şimal elliliyi deyirsə, daha günəş bunun üzərində ola bilir daha. Günəş bunun üzərində olan, bunlar arasındakı məsafə sıfıra bərabər olmur. Aradakı məsafə sıfırdırsa, düşməyə 90 dərəcə qalmır elə. Bəli, maksimum 90. Çünki zenitdə olan məntiqədir. Hayır. Bir də var minimum. Deyirsən ki, minimum olması üçün, bura minimum olması üçün aradakı məsafə çalışdığın qədər ən uzaq olmalıdır, maksimum olmalıdır. Düzdür? Onda qalib deyirsən ki, günəş maksimum uzaqlaşa bilər hara kimi? Canım. Bəli.
Onda 23.5. Cənub elliyindən uzaqlaşanda 19, 23.5. 42.5 eləyir. Bəli. Bax, araya 42.5 qalırsa, düşməyə 47.5. Bu bunun minimum. Düzdür? Amma sənə zeytdə olmayan məntəqə verir. Tutaq ki, 65 şimal eləyir. Deyir ki, 65 şimal eləyinə maksimum düşmə olacaq. İndi bax, bir də maksimum deyir. 65 şimal eləyinə. Deyirsən, günəş zaten bunun üzərində zeytdə ola bilmir. Amma günəş buna ən çox yaxınlaşdığı məntəqə haradır? 23.5. Düzdür? Bax, yaxınlaşdı bura. 23.5. Aradakı məsafəni axtarsaq 41.5 dərəcə. Bax, aradakı məsafə 41.5 isə düşməyə 48.5 dərəcə qalır. 65 şimal elliyini təbii ki, maksimum düşmə 48.5 olur. Minimumda 8 adılması, 20 sonunda geçer verdiği. Bəli, Onlar 65 ilə 23.5-i toplayanda 88.5 edir. Bax, 88.5 olanda 1.5 dərəcə qalır. Həqiqətən də oxşarlıq varmı? Var. Niyə? Çünki sən deyirsən ki, zaten günəş burada olanda 66.5'də qütb qaranlıqları, qütb gecələri olacaq. Düzdür? Ya da özünü aşağı tərəfdə düşməsi bunu göstərir. Aydındır, çətin bir şey var. Sualları ver. Mən başa düşürəm, mənimlə. Mən sizə nəyisə tez gedib, nəyisə qaranlıq saxlama düşünürəm. Bəzən müəllim var gizlədir. Asan seyidatları, məntiq izahları. Niyə? Çünki bu rəqabətdir. Bu iş rəqabətdir. Hələnin orada öz körəyini yetirir. Mən də körəyini yetirir. Tapamsan onu. Yox. Aha, saxla.